Yay fəslinin başlaması turizm sektorunda canlanmaya səbəb olub. Bölgələrə üst tutanların sayında günbəgün artım müşahidə edilir. İstirahət üçün gələnlər otellərlə yanaşı fərdi yaşayış evlərinə də üst tuturlar. Əmlak ekspertləri bildirirlər ki, aylar öncədən edilən bronlar hazırda turistik bölgələrdə günlük və ya aylıq ev kirayə eləmək istəyənlərə çətinlik yaradıb. Demək olar ki, adi günlərdə də yer tapmaq olmur. Təbii ki, şənbə bazar günü qonaqlar çox gəlir. Amma adi günlərdə də yer tapmaq mümkündür. Yerli vətəndaşlar da olur, digər bölgələrimizdən, şəhərdən gələn insanlar, həm də ki, turistlərdir. Uzun müddətli evləri 10 gün, 15 gün tutsalar evi, endirim o halda olur. Şəki, Oğuz, Qəbələ, İsmailli, yəni bu turistik rayonlarda qonaqların sayı günü-gündən artır. Adətən 2-3 ailə yığılışıb birlikdə gəlirlər və hansısa bir 12-15 nəfər yerləşən 5 otaqlı, 4 otaqlı və yaxud hansısa bir 2 mərtəbəli villanı götürürlər. Qiyməti konkret deyim ki, 60 manatdan 400 manata kimi bir günlükdən söhbət gedir. Dəyişir. Turistik bölgələrə üst tutanlar əsasən evləri həftəlik kirayələnmək istəyirlər. Qiymətlər isə rayona, evdəki otaqların sayına və şəraitinə görə dəyişir. Turizm ekspertləri bildirirlər ki, ev tapmaqda çətinlik çəkməmək üçün həftə içi dincəlmək istəyənlər 1-2 gün, həftə sonu dincəlmək istəyənlər isə bir həftə əvvəldən evləri rezervasiya etməlidirlər. Bizim yerli cəmaət xoşlamır öncədən rezervasiya etməyi yerli turistlər. Daha çox last minute, yəni getdiyiniz gün rezervasiya etməyi xoşlayırlar. Ancaq bunun arasında 40% öncədən rezervasiya edən turistlər də var ki, bunlar yəni bayrama bir həftə qalmış artıq öz istirahət günlərini təyin edirlər, hansı günlərdə istəyirlər, yəni öncədən rezervasiyalarını edirlər. Kirayələmək üçün evlərin çətin tapılması isə qiymətlərə də təsirini göstərir. Turizm istiqamətlərinə gəlincə, yerli və xarici turistlər istirahət üçün əsasən Quba, Qəbələ ilə yanaşı son zamanlar İsmailliyə da üst tuturlar. Aydan Əliyeva, Vüsal Arif Soyzar, Haşimov, Telesəhər.